Mənim də sizə deyəcəklərim var, dəyərli izləyicilər. Çünki bəzən efirdə müəyyən tamaşaçılarımızın rəylərinə fikir verirəm, yazdıqlarına fikir verirəm. Son vaxtlar isə xüsusən də müqəddəs Ramazan ayı, oruçluq dönəm başlayandan bəri tamaşaçılarımızın bir qisminin iradlarını görürəm. Və mütləq mən buna cavab verməliyəm. Bəzi tamaşaçılarımız deyir ki, bizə hörmətiniz varsa bu fincanı masanın üzərindən götürün. Bizə hörmətiniz varsa efir gedə-gedə su içməyin. Bizə hörmətiniz varsa oruçluq ayını nəzərdə tutun və nəzərə alın və su içməyin efirdə, o bardağı da yığışdırın və s. və axır. Mən bütün tamaşaçılarımızın, inanclı kəsimin, oruç tutanların, yəni onların hər birinin demək fikirlərinə də, mövqeyinə də, onların tutduğu oruca da, onların inancına da sayğı ilə, sevgi ilə yanaşıram. Oruç tutmaq nə deməkdir? Mən çox yaxşı bilirəm, özüm də tutmuşam və bir neçə il ard-arda tutmuşam oruç, amma bu il mən oruç tuta bilmirəm sağlamlıq səbəbilə və bu bəhanə də deyil. Çünki 2 gün ard-arda o orucu tutdum və sonradan səhhətimin necə, xüsusən həftə sonları etdim ki, bunu görüm iş prosesi olmasın, görüm necə olacaq və səhhətimin necə ağır nəticələr törətdiyini gördüm və bu səhhətimin ağır nəticələrində və bu bayram günlərində müalicə kursunda keçib də həll etməyə çalışacağam. Bu məsələnin şəxsi olan hissəsi ilə bağlıdır ki, mən nəyə görə oruç tutmuram? Əslində mən bunu izah etməli deyiləm. Necə ki, siz niyə oruç tutduğunuzu, ey inanclı kəsim, oruç tutan insanlarımız, qardaşlarımız, bacılarımız, bunu necə ki izah etmirsiniz, bunu necə ki bizim qarşımızda hesabat kimi təqdim etmirsiniz. Bu sizin Allahla aranızda olan bir məsələdir. Bu sizin Allahla aranızda olan bir bağdır. Bu sizin inancınızdır. Bu sizin Allaha, Qurana, oradakı oruçluqla və belə deyək də bu imtahanla bağlı sizin orqanizminizin, sizin beyninizin, sizin özünüzün verdiyiniz bir sınavdır, bir imtahandır. Ona görə bu sizin qərarınızdır. Bu isə bizim qərarımızdır. Yəni oruç tutan kəsim, oruç tutmayan kəsimi ümumiyyətlə ittiham edə bilməz. Eyni qaydada oruç tutmayanlar da oruç tutanları ittiham edə bilməz ki, bunun mənası nədir ki, onun əvəzinə gedin kasıb-küsuba əl tutun, onun əvəzinə gedin, nə bilim, savab eləyin, nə bilim, onun əvəzinə uşaq evlərinə aparın, nə bilim, nə verin, nə verin. Onu heç kəs müəyyən edə bilməz. Hamı öz günahını da, savabını da özü müəyyənləşdirəcək. Ona görə də mən sizdən artıq dərəcədə təvəqqə eləyirəm. Mən başa düşürəm, siz çox ağıllısınız. Yəni bunu deyənlər də çox ağıllıdırlar. Çünki bizim efirimizi izləyən adamların böyük əksəriyyəti ağıl sahibi olan insanlardır. Amma bir daha və bir daha. Baxın, mən Türkiyədə də bu halları görürəm ki, məsəl üçün kafelərə basqın eləyənlər var ki, oruçluq zamanı, demək, belə deyək də, niyə kafelər açıq olmalıdır, tam qapalı olmalıdır və s. Belə bir ümumiyyətlə yanaşma olmamalıdır. İslam demokratiyadır. İslamda demokratiya var. İnsanların azadlıqlarına, insanların seçimlərinə hörmət edilir. Əgər siz də gerçək müsəlmansınızsa, əgər siz də gerçək dini inançlı insansınızsa, bu iradlara əsla və əsla eləməyin. Sizin oruç tutmanız başqalarının üzərində bir üstünlük qazandırmır sizə. Gedirsən mağazaya, danışırsan, söz soruşursan, adam əsəbi cavab verir. Deyirsən, niyə əsəbi cavab verirsən? Söz soruşum, deyir, orucam, əsəbiyəm, məndən. Yəni, bu əsaslandırma ola bilməz. Yolda maşınlar bir-birindən toqquşur, dəfələrlə görmüşəm, sırağa gündə birinin şahid olum. Deyir, oruc adama mənim beynimi xarab eləməyin. Yəni, mən oruç tuturam demək heç kəsin əlində qalxan silah deyil. Yəni, Allah bunu bizə, sizə, ona görə əta etməyib ki, biz oruç tutub da kimlərəsə ağıl verək, kimlərinsə başına ağıl qoymağa çalışaq, kimlərisə ittiham edək, kimlərinsə üzərində daha üstün olduğumuzu sübut edək. Elə bir üstünlük yoxdur. Bu sizin, bir daha söyləyirəm, Allahla sizin aranızda olan bir bağdır, bir münasibətdir. Bu sizin dini inancınızdır. Amma oruç tutan insanlar, oruç tutmayan insanlardan daha yaxşı insanlardır deyə bir ifadə də yoxdur. Kimsə xəstə ola bilər, tutmaya bilər. Kimin arzusu, ümumiyyətlə, onun inancı başqa yöndədir. O oruç tutmağı yox, məsələn, başqa dini inanca aid olan başqa ritualları yerinə yetirmək istəyə bilər. Lütfən bunu, belə deyək də, təzyiq vasitəsi olaraq istifadə eləməyin. Mən təbii ki, bu bardaq yenə də burada duracaq. Mən efirdə boğazım quruyanda və yaxud da ki, çünki mən saatlarla danışıram bəzən, və bəzən durduğum yerdə dəfələrlə dolub efir rejissorum da mənə yardım edib. Biz efiri ya dayandırmışıq, ya kadrlar vermişik ki, məsələn, mən həmin ərəfədə mikrofonu çıxarmışam, su içmişəm və s. Bu bizim iş prosesi ilə bağlı olan bir şeydir. İnsanlar bəzən 1 saat yox, 10 dəqiqə, 15 dəqiqə danışandan sonra fasiləsiz olaraq boğazları qıcıqlanır. Eyni şey bizim üçün də keçərlidir. Və mənim bu bardağı bura qoymağım, mənim bu bardaqdan su içməyim, mənim bu bardaqdan çay içməyim, ey oruç tutan dəyərli izləyicilərimiz, Azərbaycan vətəndaşlarımız, müsəlman bacı qardaşlarımız, bu sizin inancınıza olan hörmətsizlik deyil.
Bu sizin inancınızı aşağılamaq deyil. Bu sizə qarşı ümumiyyətlə hörmətsizlik və sayğısızlıq deyil. Bizim su içməyimiz sizə hörmətsizlik. Məsələn, mənim efir rejissorum, Allah orucunu qəbul etsin, məsələn, oruç tutur. Və amma mən heç vaxt onun yanında gəlib burada nə yemək yeyərəm, nə onun yanında burada şirin. Mümkün deyil də. Yəni oruçluqdan əvvəl biz bunu çox rahat şəkildə eləyə bilirdik. Məsələn, yemək də yeyirdik burada, bəzən çay da içirdik, şirniyyat da yeyirdik. Amma mənim sayğım, ona olan sayğım onunla bağlıdır ki, mən burada onu etmirəm. O da digər oruçdan, məsəl üçün, digər iş yoldaşlarımız da onun yanında bu belə deyək də yemək yemirlər, çay içmirlər, yanında məsələn meyvə yemirlər və s. Bu bizim bir-birimizə olan sayğımızdır. Mən də burada sizin sizə sayğısızlıq eləyəcək heç bir şey etmirəm. Ona görə də lütfən baxın, bu neçə gündür bu davam edirdi deyə mən məcbur oldum birdən-birə bunu deməyə. Bu təkcə məndən özəl bir şey deyil. Bu ümumən bir mesajdır. Oruç tutmaq sizin öz seçiminizdir. Oruç tutmaq sizin Allah qarşısında vermiş olduğunuz bir imtahandır, bir borçdur, bir sınavdır. Adını nə qoyursunuzsa qoyun, amma buna görə digərlərini terror etmək olmaz. Buna görə digərlərini incitmək olmaz. Buna görə digərlərinin üzərində mən səndən daha üstünəm, sən oruç tutmursansa, sən Allaha daha uzaqsan demək olmaz. Bunu siz müəyyənləşdirmirsiniz. Lütfən və lütfən sayğı, sevgi çərçivəsində bu müqəddəs ay nədir? Bu müqəddəs ayın ritualı nədir? Səbirdir, dözümdür, bir-birinə qarşı xoşgörüdür, gözəl münasibətdir. Bunun əksi olanda, bu iş terrora keçəndə və oruç tuta bilməyən insanlar var ki, oruç tuturlar amma əsəbi olurlar, aqressiv olurlar, başqalarının qanını içməyə çalışırlar, yəni əsəb mənasında. Onun enerjisini əlindən alırlar və s. Elə adamların oruç tutması doğru deyil. Oruç tutmamaları oruç tutmalarından daha yaxşıdır. Yəni tutmasınlar, amma başqa dini ritualları həyata keçirsinlər deyə düşünürəm. Çünki bu cəmiyyətimiz onsuz da problemlərlə, qayğılarla, aqressiyalarla doludur. Hər tərəfdən üzərimizə aqressiya gəlir. Belə bir ərəfədə biz bunu, bu oruç tutmağımızı bir terror vasitəsi olaraq, bir belə deyək də çıxış vasitəsi olaraq, bir kiminsə üzərində üstünlük kimi, əzici bir üstünlük kimi istifadə etməyəlim deyirəm. Axır çərşənbəniz mübarək olsun deyirəm. İl axır çərşənbədə hamı evində, işində, gözəl süfrəsinin başında ailəsi ilə birlikdə qeyd etsin. Oruç tutan kəsim də təbii ki, axşam saatlarında çox da gözəl bir saata təsadüf edir. Saat təxminən 7-8 arası olur. Bəzən isə 7-10 dəqiqə qalmışdı, səhv etmirəmsə. Həmin vaxt ilə axşam süfrəsində otursunlar və həm oruçları qəbul olsun, həm də gözəl bir il axır çərşənbə qeyd etsinlər.